36-cı testdə fikir versəniz, aşağı bir-birinə ardıcıl birləşib. Ardıcılda Q konstantdır. Ardıcıl şərtinə görə S də bərabərdir Q böl U düsturuna görə. Əgər bizim Q'müz bərabərsə, U S ilə tərsdir. Fikir versək, S3 tutum olaraq S1-dən kiçikdirsə, gərgin olaraq böyük olmalıdır. Yəni U3 U2-dən böyük olmalıdır. U1-dən böyük olmalıdır. Bunu bildik. İndi keçək yuxarı ilə arasındakı münasibəti aydınlaşdıraq. Bu hissənin U'su, fikir verin, bunun U3 U1-dən böyükdür. Lakin paralellik şərtinə görə yuxarıdakının U'su aşağıdakı ikisinin U'suna bərabər olmalıdır. Belə çıxır ki, bərabər olması üçün yuxarıdakı daha böyük qiymət olacaq da. Məsələn, fərz eləyək, bu 5'dir. Bunların öz aralarında da bölünürlər. Məsələn, deyək, bu 3'dür, bu 2'dir. İkisinin cəmi 5 olmalıdır ki, yuxarıdakı 5 volta bərabər olsun. Onda U2 bunların hər birindən böyük olacaq. Yəni, variant olaraq A olmalıdır. Yəni, U2 böyükdür U3-dən, o da böyükdür U1-dən. Keçdik növbəti testdə. 37-ci test. 37-ci testdə fikir versəniz, bu səfər aşağıdakı ardıcıllıq şərti olduğuna görə, yəni bizdə S2, S3-ə daha doğrusu kondensatorlar ardıcıl birləşinə görə Q'lər bərabər olacaq. Yəni, Q2 bərabərdir, Q3 olacaq. Bunu bildik. İndi isə yuxarıdakı münasibətdən aşağıdakı münasibəti aydınlaşdırmalıyıq. Buradan da necə təyin edə bilərik? Onlar bu hissə yuxarısı aşağısı paraleldir. Paralellikdə U'muz konstantdır. U konstantdır, lakin Q'nun qiyməti nə ilə mütənasibdir? S ilə. Düzdür. O zaman buranın ümumi tutumunu hesablamaq üçün əlbəttə ki, bu hissə tərs toplanmalıdır. Tərs toplanarkən qiymət olaraq, əlbəttə tərs qiymət, yəni ümumi qiyməti kiçildir. O zaman S1 qiymət olaraq daha çox böyük qaldığı üçün o hissənin Q'su da böyük olmalıdır. Yəni Q1 bunlardan böyük olmalıdır. Yəni Q1 böyükdür, Q2 bərabərdir. Hansı variant olur? Baxın, bu variant, Y variantı. Ya da belə deyə bilərsiniz, aşağı ardıcıllı Q'lər bərabərdir. Tək qalan böyükdür götürüb, yenə də Q1-i böyük götürə bilərsiniz. Amma izah əlbəttə ki, ilk öncə qeyd etdiyim kimidir. 38-ci testə baxsaq, fikir versək, bu hissə bir-birinə paraleldir. Paraleldə U konstantdır. Q də bərabərdir su düsturuna görə. U konstantsa Q'si ilə düzdür. Fikir versək, hansının sayısı böyükdürsə, onun Q'su böyükdür. O zaman Q1 Q2-dən böyükdür. Bu hissəni tapdıq. Lakin biz öncəki testdə demişdik, buradan gələn Q bu ikisinin arasında bölünür. Çünki bu hissə S3 ardıcıl olduğuna görə bunların Q'su bərabər qalmalıdır. Yəni, hər bir halda bu hissənin Q'su ikisinin cəmidir. İki kondensatın yükünün cəmi qədərdir. Yəni, böyük olmalıdır. O zaman Q3 böyükdür Q1-dən, o da böyükdür Q2-dən olacaq. Variant da hansı variant olur? Baxın, bu variant olacaq, C variantı. 39-cu testdə bu ucundan tutub qaldırarıqsa, yəni açarıqsa bu sistemi, bu dövrəni, bu ardıcıl birləşmə olur. Ardıcıl birləşmədə Q konstantdır. Q konstant olduğuna görə S bərabərdir Q böl U düsturuna görə U ilə S tərsdir. Yəni, hansının S'si böyüksə, onun U'su kiçikdir. Hansının S'si kiçiksə, U'su böyükdür. Yəni, U1 daha böyük olacaq 4 dəfə